Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binə qəsəbəsində, Savxoz ərazisində, orta dükan deyilən ərazidə, asfalt yolunun üstündə 8 sotda sizin üçün 5 otaqlı bir evin təqdimatını aparacağım değerli dostlar. Evimiz gördüğünüz kimi köhnə evdir, şəxsi evdir, yaşayışlı evdir. Həyətimizdə hər meyvədən var, hər meyvədən. Yapon əzgilindən tutmuş, banan ağacından tutmuş, xurma ağacından tutmuş, nə ağac desəniz var değerli dostlar. Yani bir növ rayondasan da, kənddəsən bir. Gördüğünüz kimi qəşəng bağlı, bağçalı, əriyimizdən tutmuş hər bir şeyimiz var. Gördüğünüz kimi ərik ağacıdır değerli dostlar. Padvalımıza da ki rahatçılıkla, pilləkənlə daxil olmaq olur değerli dostlar. Əriyi göstərim mən sizin üçün. Yani hayatında baseyni, zadı, qəşəng, süper gördüğünüz kimi. Keçən indi bu tərəfdə bizim belə bir yay mətbəxi deyək də, yəni mangalxanasıdır burada görürsünüz değerli dostlar. Mangalıdır, çəndir, çox qəşəng üzüm çardağıdır burada. Əsl dincəlmə yeridir dostlar. Qiymətdəki videomuzun sonunda deyəcəm inşallah. Sizdən xahişim videomu sonacan izləyin. İncil ağacımız da mövcuddur. Yəni bu həyətdə nə meyvə ağacı desəniz var. Banan ağacından tutmuş hər meyvə ağaclarımız var. Keçən həyətlə də yenə tanış edeyim qabaq hissəsi ilə. Baseynimizdəki nəyə desəm deyər. Bu banan ağacıdır değerli dostlar. Burada da belə girirsiniz ağaclığa qəşəng. Çox qəşəng. Quşların səsinə baxın dostlar. Çox gözəl. Həqiqətən də nar ağacı hər bir şeydə, hər bir şey. Yəni insan bu həyətdən çıxmaq istəmir. Çox gözəl həyəti var. Bağlı, bağçalı. Quşların səsinə baxın siz hava. Yəni bu evi almağa dəyər dostlar. Bax, darvazamız buradadır. Maşın girir həyətinə. Əlavə ayaq yolusu var. Tut ağacından tutmuş, söyüd ağacından tutmuş. Nə ağac desəniz var da maşallah. Qapımız da ki tam asfaltın üstündədir dostlar. Görürsünüz tam asfaltın üstündədir. Qaz, işıq, suyumuz da ki şirin sudur, yəni sayğaclı sudur. Hamısı var. Əlavə olaraq quyu suyu da var, artisan suyu. 8 sotdadır. İndi keçən evin özünlə də sizi tanış edəcəm. Çox gözəl, süper evdir. Şəlaləmiz də işləyir dostlar. Yəni burada suyu açırsan, şəlalədən su axır belə. Keçən indi inşallah evlə də tanış edeyim sizi. Dəyərli izləyicilərimiz, daxil oluruq evin içərisinə. Girişdə belə bir otaq. Buradan da keçirik. Belə bir geniş qonaq otağıdır. Şəxsi evdə özünə məxsus. Bu belə bir otaq. Otaqlarımız maşallah çoxdur və genişliyi də necə lazımdır. Dədə-baba evidir değerli dostlar. Burada da belə bir geniş otaq. Burada da bir dənə belə bir otaqdır dostlar. Dostlar, keçən indi burada bizim sanitər və sanuzel qovşağını göstərəcəm. Gördüğünüz kimi evimiz təmirə ehtiyacı var evimizin. Amma həyət bir başqa aləmdir dostlar. Həyəti doğrudan da. Yəni bu qiyməti evə vermirik. Yəni torpağa demək olar ki verilir. Torpaq qiymətinə. Değerli dostlar, evimizin qiyməti açıqlayıram sizin üçün. 120 bin manata deyilir. İnşallah gələcək yenə də real alıcı ilə danışıb razılaşma olar. Allah alandı satanda xeyir versin. Sağ olun, var olun.